Kərbəlanın sonuncu şəhidi kimdir? Hamı mənşurdur ki, hamı bu cür deyər ki, İmam Hüseyn əleyhissalamdır. Amma tarix deyir ki, Kərbəlanın sonuncu şəhidi İmam Hüseyn əleyhissalam deyil. Bəsrədən bir mömindir. İraqın Bəsrə şəhərindən bir mömindir. Eşitmiş ki, bu hadisə baş verib. Bəsrədən çıxmışdı, ta Kərbəlaya qədər gəlmişdi. Deyir, gəldi çatdı Kərbəlaya, Aşuranın əsrində, yəni günorta sonrasında. Aşuranın günorta sonrasında gəldi çatdırdı özünü Kərbəlaya. Təsəvvür eləyin ki, artıq İmam Hüseyn əleyhissalam şəhid olub. İmam Hüseyn əleyhissalam şəhid olub, bu hələ heç nə bilmir. Bu hələ heç nə bilmir. Deyir, gəldi çatdı Aşura. Aşura qutarıb artıq başlar neyzədədir, bədənlər isə atların ayağının altında parçalanıb. Deyir, gəlib çatdı, yaxınlaşdı bir nəfərə, dedi, hanı İmam Hüseyn? İmam Hüseynə köməyə gəlmişəm. Məlum Yezdin qoşundan da bir nəfər dedi ki, ged işinlə məşğul ol. Ged işinlə məşğul ol, yəni. Təsəvvür eləyin ki, Aşura baş verib, Aşura hadisəsi baş verib. Aşura dünya aləminin qurulmuş ən faciəli hadisələrindən biridir ki, orada bu boyda hadisələr baş verib. Bir nəfər gəlir deyir ki, İmam Hüseynə köməyə gəlmişəm. Heç kim buna əhəmiyyət vermir. Biraz keçdi, gəldi dedilər, dedi, əhəmiyyət vermədi. Dedi, nə danışsan sən, hanı İmam Hüseyn? Yezdin qoşununa dedi. Deyir, birdən şivən qopdu ki, səs qopdu, ağlamaq səsi ucaldı ərşə aləmə. Bu dedi ki, bu nə səsdir Yezdin qoşununa? Məlum dedi ki, yüce başları nizəyə vurublar. Bəsrədən olan gənc qayıtdı, dedi ki, İmam Hüseyni siz şəhid etmişsiniz. Məlum Yezdin qoşunundan dedilər ki, bəli, şəhid etmişik. Qılıncın çəkdi cumdu, bir neçəsini bunların qətlə yetirdi. Töküldülər Bəsrədən olan gəncin üstünə məlum Yezdin qoşunu, onu tikə-tikə etdilər, şəhid etdilər. Yəni, Kərbəlanın sonuncu şəhidi tarix deyir ki, İmam Hüseyn əleyhissalam deyil. Bu Bəsrədən olan bir gəncdir. Təsəvvür eləyin ki, İmam Hüseyn əleyhissalam şəhid olub, İmam Hüseyn əleyhissalam şəhid olub. Gəldi çatdırdı özün, qoşuldu kərvana çıxdı getdi. Əssalamu aleykum ya Əba Abdillah.